özümüzü necə tərbiyə etməliyik? Bunun üçün İslam xüsusi qayda qanunlar təyin edir. İlk öncə mən gərək günahımı tanıyam. Mən tanımalıyam, mən nə səhv etmişəm? Bu səhv hətta bir şəxs mənə deyə bilər, Qurandan öyrənə bilərəm, şəriətdən öyrənə bilərəm. Çatdı bu mənə, bu səhvdir, qəbul elədim. İkinci mərtəbə tövbədir. Özdə elə belə tövbə yox, qəlbən tövbə. İstiğfar, belə deyək, hədislərdə də var, dildə deyilir, amma qəlbən mühümdür istiğfar etmək. Özü üçün qərar qoyur. Mən məsələn bu gün durdum, həmin səhv işi yerinə yetirməyəcəm. Özüm üçün yaxşı bir iş qoymuşam, onun əvəzinə yaxşı bir iş. Və digər bir məsələ özünü mükafatlandırma gəlir. Yaxşı iş görsəniz özünüzü mükafatlandırın, sevindirin ruhunuzu. Digər bir məsələ də əgər yanlış etmişəmsə özümü cəzalandırmaq. Cəzalandırmaq bəlkə kimlərsə qorxulu gələ bilər. Ən azından sevdiyim bir şeydən mən bu gün əl çəkəcəm. Çünki mən qərar qoymuşdum, şərt bağlamışdım ki, tövbə etdim, sonra mən buna əməl etməyəcəm. Şərtimə əməl etmədim deyə özə şərti həm özümlə, həm də Allahla bağlamışdım. İndi şərtimə əməl etməmişəmsə, özümü cəzalandırım, sevdiyim bir şeydən məhrum və özünü haqq hesaba çəkmək. Gecə gəldi, özümüzü haqq hesaba çəkməliyik. Tərbiyənin bir metodu. Mən nə itirdim, nə qazandım.